Cümlə baş cümləyə əgər sual əvəzliyi ilə bağlanırsa, bir mənalı şəkildə budaq cümlə baş cümlədən əvvəl gəlir. Bir mənalı şəkildə budaq cümlə baş cümlədən əvvəl gəlir. Və üstəgəl, demək, orada sual əvəzliyi, sual cümləsi yaratmır. Niyə yaratmır? Çünki budaq cümləni baş cümləyə bağlayır. Orada cümlənin içində başqa bir iş görür. Sual cümləsi yaratmır. Bu belə olacaq. Və bizdə əgər baxırıq, əgər budaq cümlə baş cümləyə bağlayıcı sözlə, yəni sual əvəzliyi ilə bağlanıbsa, baş cümlədə həmin o sual əvəzliyinin cavabı olan söz olur. Ola da bilər o söz, olmaya da bilər. Ona deyirik qarşılıq söz. Bağlayıcı söz, qarşılıq söz. Sən bayaq deyirdin, ha, gəlib. Həmin o gəlib, budaq cümlə baş cümlədən əvvəl gələndə baş cümlədə olarkən, ikinci cümlədirsə əgər baş cümlə, orada ona deyirlər, əvəzlik gəlib, əvəzlik deyirlər, qarşılıq söz deyirlər. Əvəzlik gəliblər indi tədris olunmur. Ona görə demirik. Ehtiyac yoxdur, beyninizi yoracaq bu məsələ. Bax, deyirəm ki, kim bilirsə, o desin. Bax, 4 sözdən ibarət olan bir cümlə. Bax, kim bilirsə, o desin. Sonra, kim sual əvəzliyidir, budaq cümləni baş cümləyə bağlamağa xidmət edir. Hələ burada sasə də var. Baxşalar, bu sual əvəzlikləri ilə bərabər ki ədatı da işlənə bilər. Bax, deyirəm ki, nəyi ki istəyirdik, anam onu tapıb gətirirdi. Bax, yola fikir verirsiniz, bir yerdə bağlayıcı sözdür və bu bağlayıcı sözün cavabı da bax budur. Qarşılıq söz. Bu bağlayıcı sözdür, bu da qarşılıq sözdür. Bax, bu bağlayıcı sözdür, bu da qarşılıq sözdür. Bax bu. İstəsək işlətməyə də bilərik. Yəni, kim bilirsə o desin. Nəyi istəyirdik? Anam tapıb gətirirdi. Görsən, burada heç onun sözünü işlətməyə də bilərik. İstəsək ixtisar eləyə bilərik. Amma ixtisar eləyə də bilərik, eləməyə də bilərik. Baxşalar, əgər budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanıbsa, budaq cümlə birinci, baş cümlə ikinci gəlir. Baxşalar, nə qədər sual əvəzliyi var, nə qədər sual əvəzliyi. O nə qədər sual əvəzliyi müxtəlif formalarda budaq cümləni baş cümləyə bağlaya bilər. Bax, məsələn, deyirik ki, biliyin nə qədərdir? Qiymətin də o qədərdir. Qiymətin də odur. Belə də deyə bilərik. Nə qədər? Ne kadar sketsin? Kitab istəmişdir. O qədər kitab gətirmişəm. Alkanlar. Ay gocu. Sana ne? Bulasısın. Bax, deyirik. Nə qədər dediyimə qulaq asmırsan, çətinlik çəkəcəksən. Çətinlik çəkəcəksən. Nə qədər sifariş olunub, o qədər gətirmişik. Baxın uşaqlar, bir dənə bunlara diqqət edək. Bax, bir dənə bağlayıcı sözdür, bir dənə sual əvəzliyidir. Amma biz onu 4 məqamda işlətmişik, 4 məqamda işlətmişik. Bax, birincidə yazmışıq, nə qədər sifariş olunub, o qədər gətirmişik.
Bu cümləni sadələşdirsək, bu olacaq kəmiyyət zərfliyi. Sifariş olunduğu qədər gətirmişik. Nə qədər gətirmişik? Sifariş olunduğu qədər. Bax, biliyin nə qədərdir? Qiymətin də odur. Qiymətin biliyin qədərdir. Sadələşdirsək, xəbər olacaq. Nə qədər kitab istəmişdin, o qədər kitab gətirmişəm. Təyini yerində işlənir. İstədiyin qədər kitab gətirmişəm. Nə qədər kitab? İstədiyin qədər. Bilən, nə qədər dediyimə qulaq asmırsan, çətinlik çəkəcəksən. Zaman zərfliyi olacaq. Nə vaxta qədər dediklərimə qulaq asmırsan, o vaxta qədər çətinlik çəkəcəksən. Bugün hələlik saxlayaq. Gələn dərsə